Verilmiş abzası mətnin hansı tərkib hissəsini artırmaqla mətni genişləndirmək mümkündür? Abzası oxuyaq. Hacı oğurluq üstündə tutulan adam kimi çaşıb qaldı. Xanımın rəngi ağardı. Sonra yavaş-yavaş üstünə gəldi. Sanki çiynindən ağır yük götürülmüşdü. Güləbətin, Narınc və Həmzə isə lalqaya kimi susub, nifrət dolu tutqun gözlərini hacıya dikmişdilər. Biz bunu ancaq mətnin nəticə hissəsinə artıra bilərik. Deməli, mətndəki sonuncu abzası oxuyuruq. Hacı ağa dedi, məni Şahpələng göndərdi. Deyir, bazar ağzında gözləyirəm. Dədəmə de, 100 tümən versin, gətir. Qızıl saatı apar, yarım saat vaxt verirəm. Göndərməsə, satacağam 100 tümənə. Artıq biz burada gördük ki, saatın oğrusu Güləbətin deyil. Bu hadisədən sonra isə artıq deyə bilərik ki, hacı oğurluq üstündə tutulan adam kimi çaşıb qaldı. Təbii ki, ancaq biz bunu mətnin nəticə hissəsinə artıra bilərik. Bu da sualımızın C bəndində öz əksini tapmışdır. Mətnin plan bəndlərinin ardıcıllığını müəyyən edin. Ən birinci hacının israrı olacaq. Hansı ki, hacı israr eləyir, xanımı Güləbətinin yanına göndərir. Sonra 3 olacaq, ümidin sarsılması. Hansı ki, Güləbətinin xanıma olan ümidi sarsılır. Çünki o, xanımın ona elə sözlər deyəcəyini gözləmirdi. Sonra olacaq 2. Narıncın narahatlığı. Narınc Güləbətinin anası idi. Artıq onu çağırandan sonra o, övladına bir şey olduğunu düşünürdü və narahat idi. Ən sonunda isə 1 olacaq. Bu da, deməli, Həmzənin hacının qarşısında dik durması. Deməli, 4, 3, 2, 1 olacaq sualımızın düzgün cavabı. Bu da B bəndində öz əksini tapmışdır. Mətnin birinci abzasında hansı ifadənin qarşılığı işlənməmişdir? A bəndi çəkişmək. Baxaq. Hacı ilə xanım xeyli danışdılar, höcətləşdilər. Deməli, burada höcətləşmək sözü çəkişmək sözü ilə qarşılıq təşkil edə bilər. B bəndinə israr etmək verilmişdir. Hacı təkid edirdi ki, saatı Güləbətin oğurlayıb. Təkid etmək, israr etmək. C bəndində düşüncə verilmişdir. Baxaq. Xanım deyirdi ki, Güləbətin elə iş tutmaz. Hacı o qədər söyləndi ki, axırda xanımın inamını, yəni düşüncəsini sarsıtdı. Olar. Hacı dedi, insan çiğ süd əmib. İnsandan nə desən çıxar. Bu sözlər xanımın da qara fikirlərə saldı. Yəni, xanımın da qara fikirlərə düşməsinə səbəb oldu. Burada ağ sözü verilmişdir. Biz bildiyimiz kimi qarşılıq təşkil etmək, yəni sözün yaxın mənalı qarşılığını tapmağı tələb edir. Burada qara sözü ilə ağ sözü antonim ola bilər. Amma təbii ki, bunlara biz qarşılıq deyə bilmərik. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Çərçivədə verilmiş sözün mətndəkindən fərqli mənada həqiqi və ya məcazi işləndiyi nümunəni müəyyən edin. Çərçivədə verilmiş söz sarsıtmaq ifadəsidir. Görək mətndə həqiqi yoxsa məcazi mənada işlənmişdir. Hacı o qədər söyləndi ki, axırda xanımın inamını sarsıtdı. İnsanın inamının sarsılması təbii ki, məcazi məna olacaqdır. Biz sarsıtmaq sözünün həqiqi mənada işləndiyi nümunəni müəyyən etməliyik. A bəndi. Faşizmin gözünə sancdığınız bir ox, sarsıtdı zərbəniz, lovğa düşməni. Deməli, zərbənin düşməni sarsıtması burada məcazidir. B bəndi. Bu hadisələr Haşim kişini bərk sarsıtmışdır. Yəni, insanın sarsılmasından söhbət gedir. Deməli, burada da məcazlik var. C bəndi. Başqa mühit, başqa vəziyyət meyli Rozanın ruh aləmini sarsıtmışdır. İnsanın ruh aləminin sarsılması yenə məcazlikdir. D bəndi. Yaxınlığa düşən mərmi partlayışı qazmanı möhkəmcə sarsıtdı. Lampa söndü, ara qarışdı. Deməli, qazmanı möhkəmcə sarsıtdı. Qazma hər halda bir yerdir. Oranı sarsıdıb, oranı dağıdıb da. Deməli, burada həqiqi mənada işlənmişdir. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Biri hacı obrazına aid edilə bilməz. A bəndi. Əsəbi insanlar güzəştə getməyi bacarmır. Bəli. B bəndi. Hikkəlidir. Qarşısındakına fikirlərini qəbul etdirə bilir. Bəli. Yəni, mətnin əvvəlində öz yoldaşına, həyat yoldaşına fikirlərini qəbul etdirdiyinin şahid oluruq. C bəndi. Kobuddur. İnsanları incitməkdən çəkinmir. Doğru fikirdir. D bəndi. İnadkardır. Güləbətinin saatı oğurladığını gözləri ilə gördüyü üçün inadından əl çəkmir. İnadkardır. Doğrudur. Ancaq Güləbətinin saatı oğurladığını gözləri ilə gördüyündən
mətndə danışılmır. Təbii ki, bu fikri biz Hacı obrazına aid edə bilmərik. Çünki mətndə deməli Hacının saatı kimin oğurladığını gözlərlə görməsindən danışılmır. Ona görə sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnin məzmununa əsasən nöqtələrin yerinə cavab kağızına uyğun fikir yazaraq cümləni tamamlayın. Nöqtələrin yerinə fikir yazmaq üçün mətni əvvəldən oxuyaq. Hacı ilə xanım xeyli danışdılar, höccətləşdilər. Hacı təkid edirdi ki, saatı Güləbətin oğurlayıb. Xanım deyirdi ki, Güləbətin elə iş tutmaz. Hacı o qədər söyləndi ki, axırda xanımın inamını sarsıtdı. Hacı dedi, insan çiğ süd əmib, insanda nə desən çıxar. Bu sözlər xanımı da qara fikirlərə saldı. Nə bilim vallah deyib təslim oldu. Hacı onun bu tərəddüdündən istifadə edib hücuma keçdi. Bunlardan nə gözləyirsən? Atası ac, anası ac. Gözdən tük qapırlar. Sən get dilə tut, boynuna qoy. Xanım çarnaçar böyük qızının otağına gəldi. Güləbətini taxtın üstündə yanında oturtdu. Özü də nə etdiyini bilməyən, əzab və tərəddüd keçirən səslə. Güləbətin, qızım, dedi. Bəlkə bura qədər olan hissədə gördük ki, ortalıqda bir oğurluq hadisəsi var. Deməli, Hacının saatı itibdir. Və Hacı Güləbətindən şübhələnir, xanım isə Güləbətindən şübhələnmir. Amma Hacının baskısı ilə artıq deməli xanım Gülabətinin yanına gelir. Nə deyə bilər burada? Güləbətin qızım dedi, bəlkə şeytan səni azdırıb saatı sən götürmüsən. Və yaxud da saatı sən oğurlamısan. Yəni bu məzmunda fikirlər yazmaqla sualımızı cavablandırmaq mümkündür. Bəndlərdən birində uyğunluq pozulmuşdur. A bəndi. Bizim sözünü ismin iki müxtəlif halında işlənmiş söz kimi düşünmək mümkündür. Qarşısına doğru yazılmışdır. Baxaq. Deməli, yazıram. Mənim, bizim. Deməli, burada biz sözün kökü im-mənsubiyyət şəkilçisidir. Deməli, bu söz adlıq haldadır. Bir də deyirəm ki, bizim kitabımız. Burada isə biz im yəlik haldır. Əvəzlikdir. Hansı haldadır? Yəlik hal. Göründüyü kimi həm yəlik halda, həm də adlıq halda olan söz kimi düşünə bilirik. Qarşısında da doğru yazılır. B bəndi. Qələm qılınc kimi itidir cümləsində tərz hərəkət zərfliyi işlənmişdir. Qarşısına yanlış yazılmışdır. Deməli, bildiyimiz kimi tərz hərəkət zərfliyi həm hərəkətin, həm də əlamətin tərzini bildirə bilir. Deməli, burada itidir xəbərdir və burada əlamət var. Əlamət. Əlaməti bildirən, yəni ona aid olan və necə nə cür sualına cavab verən söz isə təyin ola bilməz. Necə itidir? Deməli, qılınc kimi itidir. Göründüyü kimi burada artıq tərz hərəkət zərfliyi işlənmişdir. Amma bunun qarşısında yanlış yazıldığına görə təbii ki, fikir ümumi olaraq yanlış qəbul olunacaqdır. C bəndi. Mən kitab aldım cümləsindəki nə sualına cavab verən söz cümlənin mübtədası deyil, qarşısına doğru yazılıbdır. Bəli, fikir də doğrudur. Çünki nə sualına cavab verən söz əgər nəyi sualına da cavab verirsə, o olur tamamlıq. Mən kitab aldım cümləsində kitab sözü nə sual ilə yanaşı nəyi sualına da cavab verir. Deməli, bu tamamlıqdır. Fikir doğrudur. D bəndi. Tanış olmaq ifadəsi fiili birləşmədir. Qarşısına isə yanlış yazılmışdır. Fikir doğrudur. Çünki tanış olmağın özü, buradan yazaq, tanış olmaq. Bu mürəkkəb feildir. Yəni bir sözdür tanış olmaq. Söz birləşməsi isə iki və daha artıq müstəqil sözün birləşməsinə əmələ gəlir. Təbii ki, bu söz birləşməsi ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Gəlmək sözünün inkarı feilin hansı şəklində ma-mə inkarlı şəkilsi ilə düzələ bilməz. Deməli, əmr şəklində yazıram gəlməyin. Lazım şəklində ma-mə ilə işlədə bilmərəm. Çünki lazım şəklinin inkarı yalnız deyil sözü ilə əmələ gəlir. Yəni, gələsi deyilsiniz olacaq. Vacib şəklində deməli, gəlməməlisiniz formasında işlədə bilərəm. Çünki vacib şəklinin inkarı həm ma-mə, həm də deyil sözü ilə düzələ bilir. Şərt şəklində işlədə bilərik. Məsələn, gəlməsə.
Göründüyü kimi sualımızın düzgün cavabı B bəndi olacaq. Çünki feilin lazım şəklinin inkarı yalnız deyil sözü ilə düzəlirdi. Verilmiş nümunədə işlənməmişdir. Doğrusu budur ki, bizlər qədimdən bu dağı, bu çölü etmişik məskən. A bəndi ismi birləşmə. Deməli, bu dağ, bu çöl ifadələri ismi birləşmədir. B bəndi mürəkkəb feil işlənmişdir. Deməli, etmişik məskən, yəni məskən etmişik. Mürəkkəb feildir. Sadəcə olaraq tərəflər yerini dəyişib belə deyək. C bəndi modal söz. Doğrusu sözü modal söz kimi işlənə bilən sözdür. Ancaq bu nümunədə doğrusu budur. Budur xəbərdir. Nə budur? Doğrusu. Göründüyü kimi burada doğrusu sözü isimləşmiş sifətdir. Suala cavab verir. Ona görə təbii ki, bu modal söz ola bilməz. Deməli, tabesizlik əlaqəsində olan sözlər. Deməli, dağı, çöl ifadələri tabesizlik əlaqəsi ilə bağlanan sözlərdir. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Feili sifət əvəzlik sxeminə uyğun gələn ismi birləşməni müəyyən edin. A bəndi yeməli meyvə. Meyvə isimdir. Yeməli feili sifət olsa da. B bəndi mənim oxumağım. Oxumağım məsdər. C bəndi oxuyanın səsi. Səs isim. D bəndi gələnlərin hamısı. Gələnlər feili sifət. Hamısı isə əvəzlikdir. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Hansı cümlədə saydan sonra gələn ismin cəmdə işlənməsi bütün hallarda yanlışdır? A bəndi müəllim dərsdə bir sıra maraqlı faktlar səsləndirdi. Deməli, bir sıradan sonra gələn isim hər zaman cəmdə olmalıdır. Bu doğrudur. B bəndi bir çox insanlar bu tədbirə böyük maraq göstərdilər. Bir çox sayından sonra gələn isimdə cəmdə olmalıdır. Bu da doğrudur. C bəndə az adamlar vardır ki, həqiqəti dərk edirlər. Az sayından sonra gələn isim heç vaxt cəmdə ola bilməz. D bəndi çox kitablar oxudum, zənn elədim bəxtiyaram. Mənə çox mətləbi ahəstəcə qandırdım oğam. Burada göründüyü kimi iki dənə çox sözü var. Birindən sonra gələn isim cəmdədir, diğerindən sonra gələn isə təkdədir. Yəni, bildiyimiz kimi çox sayından sonra gələn isim həm təkdə, həm də cəmdə ola bilər. Bizə isə dedi ki, bütün hallarda. Təbii ki, ona görə D bəndində də problem yoxdur. Ona görə də sualımızın düzgün cavabı olur C bəndi. Hansı cərgədə K samiti ardıcıllıqla G, Y və I səslərini ifadə edir? A bəndində kəlam sözündə, deməli, elə birinci sözdən görürük ki, G səsi yoxdur. B bəndində tədarik sözündə görürük ki, G səsi yoxdur. D bəndində çiyələk yarpağı birləşməsində K, I kimi, yəni xışsı kimi tələffüz olunur. Ona görə D bəndi də ola bilməz. Deməli, təşkil sözündə K, G kimi tələffüz olunur. Təşkil olur. Çörək otu olacaq, çörək otu. Diləksiz sözündə isə diləksiz şəklində tələffüz olunacaq. Deməli, sualımızın düzgün cavabı C bəndidir. Tərkibinə görə təhlili, kök və iki leksik şəkilçi sxeminə uyğun gələn sözləri müəyyən edin. Deməli, A bəndində yaz sözün kökü, yazı, yazıcı, qara sözün kökü, qaral, qaraltı. B bəndi ək, əkin, əkinçi, əkinçilik, bəzə, bəzək, bəzəkli. D bəndi yaşıl, yaşıllıq, sonra bacar, bacarıq, bacarıqlı. D bəndində qoru, qoruq, qoruqçu, dəyişmək. Göründüyü kimi A bəndindən başqa digər bəndlərin hər birində deməli sxemaya uyğun gəlməyən söz var. Məsələn, B bəndində əkinçilik sözü uyğun gəlmədi. C bəndində yaşıllıq sözü uyğun gəlmədi. D bəndində dəyişmək sözü uyğun gəlmədi. Amma A bəndindəki yazıcı və qaraltı sözlərin hər ikisi sxemaya uyğun gəldi. Deməli, sualımızın düzgün cavabı A bəndi olacaq. İsmi xəbər işlənmiş cümləni müəyyən edin. A bəndi. Ağsaqqaldan dəyərli məsləhət aldılar. Nə etdilər? Məsləhət aldılar. Bu, feili xəbərdir. Frazeoloji birləşməli ifadə olunub. B bəndi. Kəndlidən bura nə üçün gəldiyini soruşdu. Nə etdi? Soruşdu. Feili xəbərdir.
təsriflənən feillə ifadə olunmuşdur. C bəndi. Cavid çoxdan arzuladığı həyata artıq qovuşmuşdur. Nə etmişdi? Qovuşmuşdu. Bu da feilli xəbərdir. Deməli, təsriflənən feillə ifadə olunmuşdur. Bu dağların başı həmişə qarlıdır. Sual veririk. Necədir? Qarlıdır. Bu artıq ismi xəbərdir. Sifətlə ifadə olunmuşdur. Göründüyü kimi sualımızın düzgün cavabı D bəndi olacaq. Altından xətt çəkilmiş ifadələrə əsasən uyğunluğu müəyyən edin. A. Aynur imtahanda yüksək nəticə göstərdiyi üçün sevinirdi. B. Aynur imtahanda yüksək nəticə göstərmək üçün çalışırdı. Baxaq. A. Cümlənin səbəb zərfliyidir. Aynur imtahanda yüksək nəticə göstərdiyi üçün sevinirdi. Sual veririk. Niyə? Nə səbəbə sevinirdi? Çünki imtahanda yüksək nəticə göstərmişdi. Deməli, səbəb zərfliyi burada işlənmişdir. 1-ə A. B. Cümlənin məqsəd zərfliyidir. Baxaq. Aynur imtahanda yüksək nəticə göstərmək üçün çalışırdı. Sual veririk. Aynur niyə, nə məqsədlə çalışırdı? Nə məqsədlə? Deməli, burada bir məqsəd var. Bu uyğun gələcək, deməli, B-yə. Yəni, 3-ə yazacağıq. C. Qoşma ilə işlənmiş feili birləşmədir. İmtahanda yüksək nəticə göstərdiyi üçün. Deməli, burada feil sifət qoşma ilə işlənmişdir və özündən əvvəl gələn imtahanda yüksək nəticə nümunələrini özünə tabi eləyib feili birləşmə və tərkib əmələ gətirmişdir. Üçün qoşması ilə işlənmişdir. B-də isə Aynur imtahanda yüksək nəticə göstərmək. Məsdər var. Məsdər deməli tərkib əmələ gətirib, feili birləşmə əmələ gətirib və qoşma ilə işlənmişdir. Deməli, hər ikisi qoşma ilə işlənən feili birləşmədir. Bu olacaq ortaq. D bəndi. Tabelik əlaqəsində asılı tərəfdir. Baxaq. Nə edirdi? Sevinirdi. Sual veririk. Niyə? Nə səbəbə sevinirdi? İmtahanda yüksək nəticə göstərdiyi üçün. Və biz bilirik ki, deməli, zərfliklə xəbər arasında tabelik əlaqəsi olur və bu vaxtı zərflik asılı tərəf olur. Nə edirdi? Çalışırdı. Nə məqsədlə? İmtahanda yüksək nəticə göstərmək üçün. Burada da yenə eyni hadisə baş verir. Məqsəd zərfliyi, deməli, xəbərdən asılı hala düşür. Göründüyü kimi, tabelik əlaqəsində asılı tərəf olmaq da hər ikisinə aid olan xüsusiyyətdir. Sualımızın düzgün cavabı 1A, 2, C, D, 3, B şəklində olacaq ki, bu da D bəndində öz əksini tapmışdır. Hansı söz həm amonim, həm də çox mənalıdır? Ayaq sözü yalnız çox mənalı olan sözdür. Baş sözü yalnız çox mənalı olan sözdür. Göz sözü həmçinin yalnız çox mənalı olan sözdür. Qol sözü isə həm amonim, həm də çox mənalıdır. Məsələn, insanın qolu ilə qapıya vurulan qol amonimdir. İnsanın qolu ilə çayın qolu isə çox mənalıdır. Deməli, sualımızın düzgün cavabı B bəndi olacaq. Bəndlərdən birində fərqləndirilmiş frazeoloji birləşmənin həm sinonimi, həm də antonimi verilmişdir. Nəyin? Frazeoloji birləşmənin. Deməli, frazeoloji birləşmənin sinoniminin və antoniminin yalnız frazeoloji birləşmə olması məsələsinə fikir verməliyik. A bəndi. Qəlbinə dəymək. Qəlbinə dəyməyin könlünü almaq antonim ola bilər, amma incitmək onun sinonimi ola bilməz, çünki onun mənasıdır. İncitmək frazeoloji birləşmə deyil. B bəndi. Qanı qaralmaq, dilxor olmaq, keyfi kökəlmək. Qanı qaralmaqla keyfi kökəlmək antonim olar, amma dilxor olmaq onun sinonimi ola bilməz, çünki bu da frazeoloji birləşmə deyil. C bəndi. Cin atına minməklə özündən çıxmaq frazeoloji sinonim ola bilər, amma sakitləşmək onun antonimi ola bilməz, çünki bu frazeoloji birləşmə deyil. Xoşuna gəlməklə zəhləsi getmək frazeoloji antonimdir. Xoşuna gəlməklə ürəyinə yatmaq isə frazeoloji sinonimdir. Deməli, sualımızın düzgün cavabı D bəndi olacaq. Sözlərdən biri bağlayıcı və ədat kimi işlənə bilmir. Çünki yalnız bağlayıcı kimi işlənən sözdür. Yalnız. Yəni, bağlayıcı ədatdır, hətta bağlayıcı ədatdır, ancaq bağlayıcı ədat kimi işlənən sözdür, ancaq çünki qeyd etdiyimiz kimi yalnız bağlayıcıdır.
Başqalarının hörmətini qazanmaq üçün özünə hörmətlə yanaşmalısan cümləsindəki sifəti müəyyən edərək cavab kağızına yazın. Deməli, başqalarının sözündə sözün kökü başqalarının. Deməli, yəni başqa insanların. Göründüyü kimi burada sifətin isimləşməsi hadisəsi baş vermişdir. Morfoloji cəhətdən isimləşmiş sifət isə sifət qəbul olunur. Görək başqa bir şey varmı? Hörmət isimdir, qazanmaq məsdərdir, üçün qoşmadır, öz əvəzlikdir, hörmətlə zərfdir, yanaşmaq isə feildir. Deməli, biz başqa sözünü və ya başqalarının sözünü cavab kağızına yazmalıydıq. Mətnin məzmun ardıcıllığının bərpa olunması üçün hansı abzasların yeri dəyişdirilməlidir? Mətnin son iki abzasına nəzər yetirək. Deməli, deyir ki, mayın ikisində isə Berlinin mərkəzinə doğru irəliləyən Milli Diviziyanın leytenantı Məcidov və onun döyüşçüləri qələbə bayrağını Brandenburg qapılarına sancırlar. Deməli, burada hadisələr nə vaxt cərəyan etdi? Mayın ikisində. Bundan sonraki abzasa baxırıq. Taganrogdan Berlinə qədər şərəfli döyüş yolu keçən 416-cı diviziyanın zabiti leytenant Vahab Osmanov mayın 1-də Kayzerin sarayının üzərinə qələbə bayrağını sancarkən düşmən gülləsinə tuş gəlir və qəhrəmancasına həlak olur. Deməli, 1-ci mayın 2-sində baş verən hadisə verildi, sonra isə mayın 1-nə qayıtdı. Deməli, bunların yeri dəyişdirilməlidir. Ona görə də mətnin 9-cu və 10-cu abzaslarının yerini dəyişdirsək, deməli, ardıcıllıq bərpa olunacaq. Ona görə sualımızın düzgün cavabı B bəndə olacaq. Uyğunluğu müəyyən edin. 1. Faktdır. 2. Ehtimaldır. 3. Yanlışdır. A. Taganrog diviziyasının şəxsi heyətinin böyük əksəriyyəti Azərbaycanlılardan ibarət olmuşdur. Mətnə nəzər yetirdiyimiz zaman bunun fakt olduğunun şahidi oluruq. Çünki elə 1-ci abzasda deyir ki, 1942-ci ilin fevralın 22-sində Azərbaycanın Ucar rayonunda şəxsi heyətinin 92% Azərbaycanlılardan ibarət olan 416-cı Milli Diviziya yaradılır. Deməli, 92% Azərbaycanlıdırsa, təbii ki, böyük əksəriyyət Azərbaycanlılardan ibarətdir. B. 416-cı diviziyanın zabiti Vahab Osmanovun adı vəfatından sonra əbədiləşdirilmişdir. Biz bunu ehtimal edə bilərik. Çünki Vahab Osmanov qəhrəmanlıq göstərilmişdir və düşünə bilərik ki, o, deməli, vəfatından sonra adı əbədiləşdirilən, elə deyək, hərbiçilərdən olmuşdur. Bunu ehtimal edə bilərik. C. 416-cı diviziyanın ilk işi Nikolayev şəhərini düşməndən azad etmək olmuşdur. Bu, yanlışdır. Nəyə əsasən yanlışdır? Mətnə nəzər yetirək. Deməli, 1942-ci ilin fevral 22-sində deməli 416-cı diviziya yaradıldı. 1942-ci il sentyabrın əvvəllərində 44-cü ordunun tərkibinə daxil edilən diviziya Şimali Qafqaza, Xasavyurt rayonuna göndərilir və bir ay sonra Sulaq çayının şərq sahilində almanların Mahaçqala istiqamətindəki hücumlarının qarşısının alınmasında iştirak edir. Deməli, onların ilk işi almanların Mahaçqala istiqamətindəki hücumlarının qarşısının alınmasında iştirak etmək olmuşdur. Ona görə C bəndi təbii ki, yanlış olmuş olur. Deməli, sualımızın düzgün cavabı 1A, 2B, 3C olur ki, bu da B bəndində öz əksini tapmışdır. Biri tünd hərflərlə verilmiş ifadənin kontekstə uyğun qarşılığı ola bilməz. Tünd hərflərlə verilmiş sözümüz igidliyə sözdür. Deməli, bu əməliyyatlarda göstərdiyi igidliyə görə deyirik ki, bu əməliyyatlarda göstərdiyi şücaətə görə, rəşadətə görə, qəhrəmanlığa görə deyə bilərik. Amma bəraət təbii ki, igidlik sözünün qarşılığı ola bilməz. Ona görə də sualımızın düzgün cavabı D bəndi olacaq. Mətnə əsasən belə nəticəyə gəlmək olmaz. A bəndi. 1942-ci ildə SSR qoşunları Alman faşistlərinə qarşı əks hücuma keçmişdir. Deməli, baxaq mətnə. 1942-ci ilin noyabrında başlanan və 416-cı diviziyanda iştirak etdiyi əks hücumlar nəticəsində Şimali Qafqaz düşməndən azad edilir. Deməli, burada əks hücumdan söhbət gedir. B bəndi. Şimali Qafqazın geri qaytarılması SSR qoşunlarının Rostov istiqamətində irəliləməsinə şərait yaratmışdır. Deməli, Şimali Qafqazın düşməndən azad edilməsi Rostov istiqamətində hücumlar davam etdirmək üçün zəmin yaradır. Bu da doğrudur. C bəndi.
Taganrog diviziyası fəxri adını ən güclü vaxtında alan 416-cı diviziya bundan sonra zəifləməyə başlamışdır. Gəlin baxaq. 416-cı diviziya Taganrog diviziyası adını nə vaxt qazanıbdır? Deməli, deyir ki, Azərbaycandan tərkibinə daha 1500 nəfərin də daxil edildiyi 416-cı diviziya 1943-cü il avqustun 17-də Taganrog istiqamətində hücumlara qatılır və Taganrog şəhərinin düşməndən azad edilməsində böyük qəhrəmanlıq göstərir. Bu şücaətinə görə 416-cı Milli Diviziya Taganrog diviziyasını fəxri adını alır. İndi gəlin görək, bundan sonra nə baş verir? Deməli, Milli Diviziya 1943-cü ilin sentyabr ayında daha 2500 nəfər Azərbaycan döyüşçü ilə gücləndirilir. Ondan sonra, deməli, 1944-cü il yanvarında 416-cı diviziya Dnepr çayı sahillərinə çıxır. Bu əməliyyatlarda göstərdiyi igidliyə görə Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Faris Səfərov və Ağaşirin Cəfərov Sovet İttifaqı qəhrəmanı adına layiq görülürlər. Yəni, bunlar artıq Taganrog diviziyasının getdikcə gücləndiyinin göstəricisidir. Və bundan sonra Odessa şəhərinin düşməndən azad edilməsinə görə 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edilir. Yəni, bunların hamısı Taganrog diviziyasının getdikcə gücləndiyinin göstəricisidir. Deməli, C bəndi yanlış olacaq. D bəndi. Taganrog diviziyasının tərkibində döyüşən bir sıra Azərbaycanlı döyüşçülər fəxri ada layiq görülüblər. Bayaq gördüyümüz kimi, deməli, Mikayıl Ələkbərov, Bahəddin Mirzəyev, Faris Səfərov, Ağaşirin Cəfərov Sovet İttifaqı qəhrəmanı adına layiq görülürlər. Bu da doğrudur. Deməli, sualımızın düzgün cavabı C bəndi olacaq. Cədvəli tamamlayın. Göründüyü kimi bizə səbəb-nəticə cədvəl verilmişdir. Nəticə olaraq Taganrog diviziyasının 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edilməsindən söhbət gedir. Nəticədə biz bunun səbəbini müəyyən etməliyik. Mətnə nəzər yetirək görək, hansı hadisəyə görə Taganrog diviziyasına 2-ci dərəcəli Suvorov ordeni verilmişdir. Deməli, deyir ki, həmin il aprelin 9-da Odessa şəhərinin düşməndən azad edilməsində fəal iştirakına görə Taganrog diviziyası 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edilir. Deməli, Odessa şəhərinin düşməndən azad edilməsi məsələsi səbəb olacaqdır. A bəndi. 416-cı Milli Diviziya Şimali Qafqazın düşməndən azad edilməsinə fəal iştirak edir. Ola bilməz. B bəndi. 416-cı Milli Diviziya Nikolayev şəhəri uğrunda döyüşlərdə fəal iştirak edir. Ola bilməz. C bəndi. 416-cı Milli Diviziya Odessa şəhərinin düşməndən azad edilməsinə fəal iştirak edir. Səbəb, nəticə, Taganrog diviziyası 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edilir. Bəli. D bəndində isə 416-cı diviziya Moldovanın, xüsusən də Kişinyov şəhərinin azad edilməsinə fəal iştirak edir. Bu da ola bilməz. Göründüyü kimi sualımızın düzgün cavabı C bəndi olacaq. Çərçivədə verilmiş ifadələrdən məcazi mənada olanları müəyyən edib cavab kağızına yazın. Çərçivədə ağır söz verilmişdir, böyük söz verilmişdir, təltif edilmək verilmişdir və tuş gəlmək verilmişdir. Deməli, ağır sözündən sonra döyüş ifadəsi gəlmişdir. Ağır döyüş birləşməsindəki ağır sözü təbii ki, məcazi mənadadır. Böyük sözündən sonra qəhrəmanlıq gəlmişdir. Təbii ki, qəhrəmanlıq böyük ola bilməz. Burada böyük sözü məcazi mənada işlənmişdir. Təltif edilmək mürəkkəb feildir. Burada hər hansı bir məcazilikdən söhbət getmir. Tuş gəlmək isə frazeoloji birləşmədir. Deməli, burada məcazilik var. Deməli, biz ağır, böyük və tuş gəlmək ifadələrini cavab kağızına yazmalı idik.